Smetananın vətəni kiçik Çex şəhəri Litomişlidir. 1824-cü ilin 2 mart tarixində yerli mülkədarın xidmətində olan pivə çəkən František Smetanın ailəsində anadan olur. Bedřichin atası alovlu, vətənpərvər, əqidəli insan idi. Hakimiyyətin qadağasına baxmayaraq Smetananın ailəsində yalnız Çex dilində danışılırdı. Oğlan ana dilində savad almağa başlayır. Çexiyanın azadlığa çıxmaq arzusu hələ uşaqlıq illərindən onun qəlbində özünə yer alır. Atasının ətrafında olan insanlar, o cümlədən Çex tarixindən rəsmlər yaradan məşhur Çex rəssamı Antonin Maçek bu sahədə öz təsirini göstərir. Smetananın görkəmli musiqi istedadı kiçik yaşlarından özünü biruzə verir. 4 yaşındaykən o skripkada, bir qədər sonra isə fortepianoda çalmağı öyrənməyə başlayır. Musiqini olduqca sevən və skripkada çalmağı bacaran Smetananın atasının evinə kvartet musiqisini dinləmək üçün dostlar, musiqisevərlər tez-tez toplaşırdı. Beləliklə oğlan erkən uşaqlıq dövründən ciddi musiqi ilə təmasda olur. Kiçik əyalət şəhərinin həyatı onun uşaqlıq illərindən, öz ailəsində, atasının dostlarından, gimnaziya yoldaşlarından eşitdiyi Çex xalq havalarını bilməsinə və sevməsinə kömək edir. Çox erkən 6 yaşında Smetana konsertdə pianoçu kimi çıxış edir. O, Porticelli Lal operasının uverturasını ifa edir. 1840-cı ildə Smetana Plzena gedərək orada özünün gimnaziya təhsilini başa vurur. Plzenda ilk 3 il ərzində Smetananın qohumu Professor Yozef Smetananın ailəsində yaşadığı dövrdə gənc bəstəkarın azadlıqsevərlik və vətənpərvərlik ruhunda ideya formalaşmasına kömək edir. Smetananın ilk əsərləri Schumann və Chopinin təsiri ilə yazılmış və orada özünü olduqca güclü göstərmişdir. Bagatellər və Ekspromptlar adlı pyeslər seriyası xüsusilə Schumana yaxındır. Hətta onların yaranma tarixinin Schumannın 30-cu illərdə yazılan Klara Vikə olan məhəbbəti ilə bağlı pyesləri ilə oxşarlığı var. Smetana bu zaman uşaqlıq dostu, sonradan onun həyat yoldaşı olmuş Katarzyna Kolara olan alovlu məhəbbət hissləri ilə yaşayırdı. Hətta pyeslərin adları məhəbbət, məyusluq, istək və başqaları hələ onların xarakteri bir yana Schumana yada salır. Schumannın musiqisində Smetana xüsusilə ona o dövrdə doğma olan emosional sferanı tapır. Chopin Smetana yaradıcılığının parlaq milliliyinə görə yaxındır. Chopinə uyğun olaraq Smetana onun mazurka və polonezlərində, polka janrında öz xalqının həyatının təcəssümü olan sadə və bununla yanaşı milli özünə məxsus bədii formanı tapır. Əgər Smetananın erkən fortepiano əsərləri daha çox Schumannla bağlı idisə, sonrakı əsərləri Chopin musiqisinin izlərini daşıyır. Smetananın, ifaçının və bəstəkarın sonraki formalaşmasında Ferenc Lisztlə olan tanışlığının, sonralar isə möhkəm dostluğunun böyük əhəmiyyəti oldu. 1843-cü ildə Smetana Praqaya köçür və konservatoriyaya daxil olaraq görkəmli pedaqoq Yozef Prokşun sinfinə dərs alır. Smetana üçün o əla rəhbər olur. Belə ki, o həm bəstəkar, həm də Çex xalq musiqisinin tədqiqatçısı idi. Prokş Smetananın bəstəkarlıq fəaliyyətini xalq musiqisinin toplanması və öyrənilməsi və onun yaradıcılığa tətbiqi istiqamətinə yönəldir. Smetana Praqada çətin həyat sürür. Həyatını təmin etmək üçün onun Tutunqraf ailəsində musiqi müəllimi vəzifəsində işləməyə məcbur olur. Parlaq bədii təəssüratlar gənc Smetananı olduqca cəlb edir. Bundan başqa Praqada 1848-ci il üsyanına qovuşmuş hadisələr baş verir və Smetana bilavasitə onların iştirakçısına çevrilir. O, Qrafçan, Praqa Kremli körpüsünün yaxınlığında
keşik çəkir və barikadalara patronlar daşıyır. Bu illərin yaradıcılığı son dərəcə intensiv keçir və Çex xalqının narahatlıqla yaşadığı hadisələrlə daha çox bağlı olur. Smetana 1848-ci il üsyanına bəstəkarın bilavasitə döyüş həmrəyliyə olan bir sıra mahnı və marşlar, kolların sözlərinə yazılmış və indicə populyar milli mahnı, Praqa Universiteti Tələbə Legionunun marşı olan Azadlıq mahnısı, Milli Qvardiyanın marşı, Şadlanan Uvertura yazılır. 40-cı illərdə Smetana Alman dilində təhsil verən tədris müəssisələrindən fərqli olaraq Praqada Çex dilində musiqili tədris müəssisəsi açmaq ideyası ilə yaşayır. Məhz bu zaman Smetana 1846-cı ildə Praqaya gəlmiş Lisztlə tanış olur. Liszt Smetananın fikrinə dəstək verərək onun 6 xarakterik pyesini xaricdə nəşr etdirərək ona böyük maddi köməklik göstərir. Bu nəşrdən əldə olunan məbləğ məktəbin təşkil olunmasında istifadə olunur. Həmən 1846-cı ildə Smetana Praqada konsert səfərinə gəlmiş Şuman və onun xanımı Klara ilə tanış olur. Burada fantastik simfoniyasını dirijorluq edən Berliozun musiqisini dinləyir. Bu görüşlər Smetananı ruhlandıraraq incəsənətdə öz yolunu tapmaqda kömək edir. Paris üsyanının yatırılmasından sonra baş verən bir çox proqressiv xadimlərin təqibinə səbəb olan qəddar siyasi irtica Smetananın demokratik əqidəsini boğa bilmədi. Onlar əsasən xalq rəqsləri şəklində yazılmış bir sıra fortepiano pyeslərində, məsələn toy səhnələri, polkaların 2 seriyası, 3 poetik polka və 3 salon polkasında öz ifadəsini tapır. Smetananın yaradıcılığı və vətənpərvərlik səciyyəsi daşıyan böyük təşkilati və ifaçılıq fəaliyyəti ilə uyğunlaşır. Smetananın 1848-ci il bəzi konsertləri haqqında afişalar məlumat verir. Bunlarda adi qaydalara zid olaraq Çex dilində mətnləri də daxil edirdilər. Proqressiv xadimlərin polis tərəfindən təqib olunması Smetana üçün dözülməz çətinliklər yaratdığından o 1856-cı ildə İsveçə emiqrasiya etmək məcburiyyətində qalır. 1856-1861-ci illəri Smetana qəriblikdə keçirir. O, kiçik İsveç şəhəri Göteborqda məskunlaşır. Bəstəkarın çətin həyatına dəfələrlə Veymarda baş çəkdiyi Lisztin dostluq münasibəti böyük təsəlli gətirir. Lisztin evində Smetana rus musiqiçi və tənqidçisi Serov ilə tanış olur. Lisztin tələbələri və davamçıları arasında Smetana onun gələcək yaradıcılığı üçün olduqca vacib olan komik operaya yeni, maraqlı baxışlarla tanış olur. Lisztin yaradıcılığını diqqətlə öyrənən Smetanada proqramlı simfonizmə maraq oyanır. İsveçdə o qəhrəmani, dramatik, məzmunlu 3 simfonik poema yazır. 3-cü Richard Wallenstein'in düşərgəsi Qakon Yarl adlı simfonik poemalar. Vətənə olan məhəbbət, həmçinin polkalar formasında Çexiya haqqında xatirələr, fortepiano pyeslərində də tərənnüm olunur. Qəriblikdə Smetana zərbə dalınca alır. Sevimli qızı Bedrişka vəfat edir. Az sonra vəfalı dostu, xanımı Katerjina vəfat edir. Praqadan gənclik dostu milli azadlıq hərəkatında iştirak etdiyinə görə sürgün edilmiş və orada vəfat etmiş Qavliçekin ölüm xəbəri gəlir. Bu arada Avstriyanın İtaliya və Fransa ilə apardığı müharibədə uğursuzluqların səbəbindən Çexiyada mövcud rejimin bir qədər zəifləməsi gözlənilir. Avstriya canişininin Çexiyada hakimiyyəti iflasa uğrayır. Bu səbəbdən Çexiyanın bir çox görkəmli adamları, o cümlədən Smetana vətənə qayıtmaq imkanı əldə edir. 60-cı illərdə Çex mədəniyyətinin inkişafı demokratik ideyaların çiçəklənməsi ilə nəzərə çarpır.
Görkəmli yazıcı realistlər Borjen, Nemsovun xalq həyatından götürülmüş romanları və povestləri Smetananın yaxın dostlarından biri Yan Nerudanın şeirlərini yaranır. Bir qədər əvvəl 1858-ci ildə Çexiyanın milli dirçəlişi azadlığı uğrunda hərarətli çağırışların yer aldığı Ermanın Buket adlı balladalar məcmuəsi işıq üzü görür. Milli mədəniyyətin yeni yüksəlişi Smetananı olduqca ruhlandırır. 1861-ci ildə Praqaya qayıtdığı dövrdən qaynar və çoxtərəfli musiqi fəaliyyətini inkişaf etdirir. Smetananın Çexiyaya qayıtdığı an ərəfəsində burada artıq 200 xor cəmiyyəti yaranmışdı. Smetana bu möhtəşəm milli hərəkatı ələ keçirir. 1863-cü ildə o çox iri Praqa Nitki xor cəmiyyətinin rəhbəri olur. Bir neçə il bu cəmiyyəti idarə edir. Onun üçün çox sayda xalqın həyatını, onun istəklərini əks etdirən xor əsərləri yazır. Məsələn, Çex reformatoru Yan Qusa həsr olunmuş 3 atlı, şən və vətənpərvər himn Çex mahnısı xorlarını göstərmək olar. Çex milli teatrının yaradılması uğrunda Smetananın mübarizəsi əsl ümumxalq hərəkatına çevrilir. O dövrdə bütün Praqa teatrları Avstriya hakimiyyətinin nəzarəti altında idi. Çex dilində tamaşalar qadağan edilirdi. 1862-ci ildə Smetananın təşəbbüsü ilə onun ilk operalarının tamaşaya qoyulduğu müvəqqəti teatr açılır. Smetana 8 il ərzində bu teatrın rəhbəri və əvəzsiz dirijor olur. Smetana Milli Teatrın binasının inşası üçün ümumxalq yazılma və vəsait yığımının təşəbbüsünü təşkil edir. Binanın özlüyünün qoyulması ilə əlaqədar təntənəli gündə Smetananın təntənəli uverturası və Əkinçi mahnısı xoru ifa etdirilməklə bəstəkar bu başlanğıcın xalq demokratik səciyyəsini nəzərə çarpdırır. Təntənəli mərasimdə çıxış edən Smetana onun bütün fəaliyyətinə epiqraf ola biləcək sözlər deyir. Çexlərin həyatı musiqidədir. Bu illərdə bəstəkarın yaradıcılığı xüsusilə parlaq şəkildə çiçəklənməyə başlayır. Dalibor və Satılmış gəlin bilərəkdən birləşdirilmiş iki milli opera tipi musiqili komediya və musiqili faciə göstərilir. Brandenburglular Çexiyada operası ilk Çex klassik tarixi qəhrəmani operasıdır. Baxmayaraq ki, orada 18-ci əsrə aid olan hadisələr əks olunur, Smetana burada müasirliyin ən kəskin mövzularını təcəssüm etdirir. Operada inkişaf etdirilmiş sevgi dramatik xəttinin olmasına baxmayaraq, bəstəkarın diqqət mərkəzində Çex milli himnlərinin xarakterinə uyğun melodiyalara əsaslanan kütləvi xalq səhnələri durur. Onların sərt mərdanə səslənməsi bütün operaya qəhrəmani ton verir. 1866-cı ildə Smetananın rəhbərliyi ilə Brandenburgluların Praqada baş tutan premyerası Çex opera klassikasının əsasını qoyan möhtəşəm milli hadisə kimi tarixə düşür. Brandenburgluların premyerasından sonra həmən ildə Smetana müvəqqəti teatrda Satılmış gəlin adlı komik operasını səhnəyə qoyur. Bu əsər Çex tamaşaçıları tərəfindən böyük ruh yüksəkliyi ilə qəbul edilir və bəstəkara dünya şöhrəti gətirir. 1867-ci ildə Smetana özünün Çex operasında yeni, qəhrəmanı faciəvi janrı açan 3-cü operasını Daliboru yazır. Dalibor Praqalı dramaturq və ictimai xadim Yozef Vensigin mətni əsasında yazılmışdı. Məzmun cəngavər Dalibor haqqında olan qədim Çex rəvayətindən götürülmüşdü. Smetananın bu operada yaradıcılıq metodu yeni üsullarla zənginləşdirilmişdi. Vokal əsasın, müxtəlif vokal opera formalarının aparıcı əhəmiyyətini qorumaqla Smetana qəhrəmanların xarakteristikalarını dərinləşdirən leytmotivlər daxil etmişdi. 1868-ci ilin 16 may tarixində Milli Teatrın özül qoyma mərasimində Daliborun baş tutmuş parlaq premyerasından sonra burjua milli mətbuatında Smetananın artan nüfuz və hörmətini korlamaq məqsədi ilə məqalələr yazılır.
Smetana onun dostu, görkəmli çex şairi Yan Nerudanın fikrincə Daliborda sözlə musiqinin ən yüksək qovuşmasına nail olduğu üçün onun musiqisi əsl çex musiqisidir. 70-ci illərdə Smetananın bəstəkarlıq yaradıcılığı ən yüksək çiçəklənmə səviyyəsində olmaqla, o yeni janrları əhatə etməklə geniş vüsət alır. Bəstəkarın diqqət mərkəzində ilk növbədə opera durur. Hələ 60-cı illərin sonunda Milli Teatrın inşası ilə əlaqədar Smetana Lyubuşe operası üzərində düşünürdü. Lyubuşe operasında əvvəlki iki qəhrəmani operada olduğu kimi Smetana qədim qəhrəmani rəvayətlərin məzmununu xalqın azadlıq hərəkatına aid olan müasir, narahat edici mövzulara yaxınlaşdırır. Lyubuşenin 1872-ci ildə tamamlanmasına baxmayaraq, onun təntənəli tamaşası yalnız 1881-ci ilin 11 iyununda yanğından sonra yenidən inşa edilmiş Milli Teatrda baş tutur. 1874-cü ildə bəstəkar ağır sinir xəstəliyinə tutulur. O, eşitmə qabiliyyətini itirir. Xəstəlik ağır keçir. Həkimlər ümidverici fikir söyləmirlər. Bəstəkar teatrı, dirijor çubuğunu kənarlaşdırmaq məcburiyyəti qarşısında qalır. Buna baxmayaraq Smetana böyük ehtiras və zəifləməyən hərarətlə yaratmaqla məşğul olur. 70-ci illərdə Mənim vətənim silsiləsi ilə yanaşı o, opera yazmaqda fəaliyyətini davam etdirir. Tezliklə kiçik mülklü zədəganların həyatından bəhs edən, iştirakçıların vəclə nəzərə çarpdırılan xarakteri ilə şən iki dul komediyasını səhnəyə qoyur. Bu əsərdən sonra tanınmış çex yazıcısı Elişka Krasnogorskinin librettosuna əsasən iki komik opera, Öpüş və Sir bəstələnməsi baş verir. Hər iki opera satılmış gəlinin ənənələrini inkişaf etdirərək indiyə kimi Çexiyada sevilən və populyar olan əsərlərdir. Sərt şəxsi sınaqlar, milli incəsənət haqqında dərin düşüncələr 70-ci illərdə operalarla paralel olaraq yazılan gözəl kamera əsəri Mənim həyatımdan adlı kvartetində əks olmuş. 80-ci illərin əvvəlində Smetana Çexiyanın musiqi həyatında görkəmli hadisələrin şahidi olur. 1874-cü ildən sonra daima Nitsada yaşayan Smetana nadir hallarda Praqaya gəlir. Opera teatrının inşası ilə maraqlanır. 1880-ci ilin 4 yanvar tarixində bütün Çexiya Smetananın pianoçu kimi ilk çıxışını 50 illik yubileyini təntənə ilə qeyd edir. Xəstəliyinin ağır keçməsinə baxmayaraq Smetana bu illərdə çox intensiv işləyərək bir-birindən daha gözəl əsərlər yaradırdı. Axşam mahnıları, 2 skripka dueti, orkestr polkası, Venkovanka, 2-ci kvartet, Şeytan Divarı operası, Praqa Karnavalı və yeni viola operası üzərində işləməyə başlayır. 1883-cü ildə xəyanətkarcasına yandırılmış teatrın yenidən bərpa olunaraq açılışında Smetana iştirak edir. Bu onun teatrla, Praqa və musiqi ilə sonuncu vidası olur. 1884-cü il 25 yanvar tarixində violanın əl yazmasında bəstəkarın son axırıncı vərəq sözləri yazılır. 1884-cü il 12 may tarixində bəstəkar Praqada əsəb xəstəlikləri xəstəxanasında vəfat edir.